Əgər sənin indi göstərəcəyim kimi süni intellektin yoxdursa, sən artıq həyatda uduzmusan. Hey dostum, bax, indi sən mənə elə bir veb-sayt düzəldəcəksən ki, o Azərbaycanın ən populyar saytlarını hər bir saatdan bir yoxlayacaq və populyar xəbərləri özündə dərc etməyə başlayacaq həmin o saytlardan. İndi isə mən sənə həmin o veb-saytların listini göndərəcəm, hansılar ki, güdmək lazımdır. Bu veb-saytı mənim üçün yarad, daha sonrasında mən izah edəcəm, mənim iştirakım olmadan sən necə o xəbərləri də sosial şəbəkədə paylaşıb veb-saytımı məşhur edəcəksən. Başladıq. Telegram botumuzu göstərim. Səs yazmanı biz göndərdik. Deməli, qulaq assaq burada əgər. Ən populyar saytlarına hər bir saat. Və nümunə olaraq da verdim ona veb-saytları haradan götürsün nümunələr. Dedi, əla, yeni layihə başlayırıq, saytın adı nədir? Dil, Azərbaycan, Rus olsun. Oxaz kimi yoxsa daha müasir dizayn. Mən burada artıq yazılı mesaj göstərirəm. Yəni, istər yazılı yaza bilərsiniz, istər səsli mesaj. Enter. Layihənin adını Baku Life qoyuruq, Azərbaycan, Rus dilində, müasir dizaynda. Həmin o 3 veb-saytı güdən və onların populyar xəbərlərini özündə dərc edəcək yeni veb-saytımız hazırlanır. Yəqin ki, bu ofisimi keçən videodan hazırlayırsınız. News Team komandam, hazırda bu komandam işləyir. İçərilərində sayt yığan da var və xəbərləri toplayıb dərc edən də var. Deməli, 2023-də biz ona artıq mesajı verdik, son mesajımızı. Elə mən IP-ni gizlətmişəm ki, bilinməsin adresi və görürsünüz ki, 2033-də 10 dəqiqə sonra artıq veb-saytımız hazırdır və görürsünüz 74 ətrafında aktiv məqalə tapıbdır. Yazdım ki, məqalələri yerləşdir. Və budur, deyir ki, artıq 5 dəqiqə sonra da 29 məqalə yerləşdirilib. Baxırıq sayta, bum! Baku Life adında xəbər saytımız bizim 15 dəqiqə ərzində quruldu. Hansının ki, qurulmasına biz bəlkə də 2-3 ay vaxtımızı sərf edə bilərdik. Baxın, aylıq 100.000 manat üzəri yalnızca maaşları edə biləcək bu qədər işçini onlardan daha profesional süni intellektlərlə, yəni 44 nəfər süni intellektlə mən cəmisi $200 yaratmışam, idarə edirəm. Bəli, belə bir fantastik sürətdə və bu səviyyədə iş görən nə az nə çox 44 nəfər işçim var artıq. Ağlına və təsəvvürünə gələ biləcək istənilən xidməti və servisi səsli mesajla artıq qura bilərsən. Bundan əvvəlki video çox böyük bir maraqla qarşılandı. Dəhşət çox maraqlı suallar gəldi burada. İndi isə siz şərhlərdə qeyd edin. Bəs hansı xəyalınızda olan işi siz də belə süni intellektlə reallaşdıra bilərdiniz? Səsli mesajla onu qurmaq istəyərdiniz. Əgər çoxlu qəşəng ideyalar gəlsə və görsəm ki, marağınız var, bu mövzunu daha da genişləndirə bilərəm.